Soyuq bir qış günü. Meşədə soyuqdan donan kirpilər bir-birlərinə yaxınlaşırlar. Yaxınlaşmaq istilik verir. Onlar biraz da yaxınlaşanda tikanları bir-birinə batır. Bu isə ağrı verir. Kirpilər aralaşırlar və yenə soyuq başlayır və yenə də yaxınlaşırlar. Bu zaman ağrı başlayır. Tikanlar batır, ağrı başlayır. Schopenhauer'in kirpi nəzəriyyəsi insan psixologiyasının ən acı, amma ən dürüst təsvirlərindən biridir. Schopenhauer'in kirpi nəzəriyyəsi. Schopenhauer deyirdi, insan psixologiyası da belədir. İnsan tək qalanda üşüyür, sıxılır, anlaşılmır, eşidilmir, anlaşılmır, görünmür, bir boşluq, bir tənhalıq hiss edir. Yaxınlaşanda isə ağrılar başlayır. Çünki hər bir insanın içində bir tikanlar var. Bəs bu tikanlar nədir? Ego, keçmiş xatirələr, travmalar, gözləntilər, qorxular. Belə olmalıydın. Niyə mənim kimi deyilsən? Məni anlamalıydın kimi suallar. Biz yaxınlaşmaq istəyirik. Amma tikanlarımızı da gizlətmirik. Batırırıq bir-birimizə. Sonra da deyirik, insanlar niyə bu qədər qəliz və çətindir? Schopenhauer deyirdi, problem insanların bir-birinə olan sevgisində deyil. Problem insanlar bir-biri ilə məsafə saxlaya bilməməsindədir. Biz bir-birimizə çox yaxınlaşanda özümüzü itiririk, çox uzaqlaşanda isə mənasızlaşırıq. İnsan nə tam tək yaşaya bilməz, nə də bir-birinə tam qarışa bilməz. Əsl yetkinlik isə nə qaçmaqdır, nə də bir-birinə yapışmaq. Əsl yetkinlik bir-birinə nə qədər yaxınlaşacağını bilməkdir. Sevgi bəzən qucaq deyil, bir addım geri çəkilməkdir. Dostluq bəzən hər şeyi demək deyil, bəziləri deməməkdir. Schopenhauer bizə romantik ümidləri satmır. O sadəcə insanın həqiqətlərini deyir. İnsan daima istilik, isti münasibət axtarır, həm də öz tikanlarından qorxur. Və biz bu ideal məsafənin axtarışındayıq bir ömür boyu. Nə can yandıran qədər isti və yaxın, nə də ruhu donduracaq qədər uzaq və soyuq.